Salamlar, saygılar, əziz dostlar. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə xidmətinizdəyik. Bu günləri çox belə ağır bir günümüz idi. E, Hər halda Vədud Əsədi ilə Ağay Tahir Nəqəvi e, yeməkdən aclıq elan eləyibdilər və aclıq onlar çox belə ağır şəraitdədirlər. 20 günə yaxındır ki, bunlar yeməkdən çəkilirlər. Hər halda bunlar müsəmməmdirlər ki, əgər İran hakimiyyəti onların haqlarını verməsə, onlar üçün ədalət bərqərar olmasa, aclıqdan əl çəkməyirlər. Azərbaycanın milli hərəkətinin fəalları da onlara müraciət eləyib. Hətta biz də dolayı dostuq, yoldaşıq və hər hal o bizim şayət biz birimizi görməsək də onlar bizim hərəkətin milli fəallarıdır, vəkilidir. Ay Tahir Nəqəvi və Vədud Əsədi də bizim o qocaman milli mübarizlərimizdəndir ki, çox belə uzun zamandır hər halda Azərbaycanın milli hərəkətində çalışır. Mən onları görməsəm də, onlarla əlaqəm olmasa da, qətlən onları dəstəkləyirəm və bütün milli fəallarımızdan xahiş edirəm, rica edirəm ki, onları dəstəkləsinlər və onlardan istəsinlər ki, aclıqlarını dayandırsınlar. Çünki onlar bu hərəkətə, bu millətə lazımdırlar və bizim mübarizəmizin çox böyük hissəsi hələ qarşımızdadır və biz o cür sağlam və o cür mübariz insanlara ehtiyacımız vardır. Amma bugünkü bizim proqramımız həsr olunur İranın vəziyyətinə. Neçə həftələrdir, bəlkə də bir aydan da artıqdır. Ay Düşdür Yəhyayı ki, həmişə xidmətinizdə bahəm olardıq və Ay Düşdürün xidmətində olardıq. Təəssüflə getmişdilər müsafirətə və biz ondan istifadə edə bilmirdik. Bu biz üçün, mənim şəxsən özümə çox ağır bir vəziyyət idi ki, Ay Düşdürdən istifadə edə bilmirdik. İndi xidmətindəyik və buna baxmayaraq ki, hələ o müsafirətin ağrısı, acısı, şirinliyi və hətta onun yol gəlməyinin 5-6 saat uçarda oturub ondan sonra ağır şəraitdə gəlibdilər. Bir gün, 2 gündür de olmamış biz yaxasından yapışmışıq. Ay Düşdürcə bizə danışsın. Hər halda lütf eləyib, zəhmət çəkib gənə də gəlibdilər xidmətinizdir. 3 ay Düşdür. Çox sağ olun. Sizə minnətdaram ki, gənə də bizim təklifimizi qəbul etdiniz və təşrif gətirdiniz. Buyurun bir salamlaşın, ondan sonra sorğularımıza keçək. Cənab Süleymanım, mən də sizin təşəkkür edirəm ki, mənə belə bir fürsəti sağlayırsınız ki, mən həmşəhrilərimlə, həmvətənlərimlə, dildaşlarımla söhbət edeyim. Mənim üçün də böyük bir iftihardır ki, sizin huzurunuzda olum və bildiklərimizi ortaya qoyaq. Sizdən mən faydalanıram. Millətimizin bilgisinə baş vururuq, millətimizin istəyi bizim üçün əmirdir. Dəsturdur. Onlar nə buyursalar biz onu icra edərik. Və nə yazıq ki, dediyiniz kimi 2 dənə həmvətənlərimizdən, dildaşlarımızdan, özümüzdən olan insanlar bu ki, Azərbaycan Ay Vədud Əsədi, Tahir Nəqəvi. Bəli, bunlar ikisinə də mən də eyni sizin arzunuzu mən də dilə gətirirəm. Arzum budur ki, bunların istəkləri təhəqqüq tapsın. Və əgər tapmasa belə mutlaka bu işlər devam edəcək. Diğer gruplar, diğer insanlar da bu istiqamda hərəkəti devam ettirecekler. Ama bize dediğiniz kimi çok düzgün bir şeye işaret ediniz. Bize bu insanlar lazımdır. Azerbaycan için bu insanlar lazımdır. Bu insanların sağlam, sıhhatli olmaları Azerbaycanın arzusudur ve bizim de arzumuzdur. Ona göre mən də hər ləhzə Allah'tan istəyirəm ki, onlar bu işte muvaffaq olsunlar
isteklerin elde etsinler ve aynı zamanda öz sağlamlıklarını da dikkate alsınlar ve ne gerekirse onu yapsınlar. Sağ olsunlar. Sağ olsunlar Bəli. ki bizim için, bizim Azerbaycan uğrunda bile bir mübarizəni qabağa aparırlar. Çox Mehmet sağ olun Hüseyin. Ay Düşür. Minnətdaram sizə də ki, siz də bu tapşırığı Evet. və dediniz və bu belə kampaniyaya qatıldınız ki, siz də onun o aclığın dayandırmağın və bütün Azərbaycanın milli hərəkətinin milli fəalları istəyirlər ki, bu aclıqların dayandırsınlar və onların sağlamlığı bizə çox önəmlidir. Hələ Çok. bizim mübarizəmizin çox belə çətin günləri qarşımızdadır və o çətin günlərə bu cür böyük insanlar, dahi şəxsiyyətlər bizə lazımdırlar. Hər halda Allah onların canlarını sağ eləsin, ailələrin xoşbəxt eləsin və uşaqların saxlasın, onların uşaqları dədə lazımdır onlara, dədə kölgəsin, Allah onların başının üstündən əskik eləməsin. Dostlar, hər hal Ay Düşürdən elə sizin tərəfdən istərdim soruşam ki, İranın neçə gündür gedibsiniz, bir aya yaxındır gedibsiniz, qətən xəbərləri izləyirsiniz, Ay Düşür. İranda çox ağır şərait və ağır iqtisadi vəziyyət gücünün 30-40 dəfə deyirlər ki, bu bir ilin içində qiyməti qalxıbdır. İndi gör başqa şeylərin nə qədər qalxıbdır. Evet. Gücü ki, elə qədim zamandan elə biraz ailələrin çoxu məsələn bir zat deyərdilər də, qonaq qabağına qoyulan qəza sayılırdı. Belə adi bir yemək olmurdu. Ət heç də, ət ki, millət həqiqətən çox çətin, hətta o yaxsədə bızdı ətlər gətirirdilər, nə Berzildən gətirirlər, nə hayandan bilmirəm, Endonesiyadan gətirirlər, nəyə? Onları heç bizdə belə bizim məntəqəmizə gəlib çıxmırdı. Gəlib çıxsaydı da məsələn Mığanda zətdə Ərdəbildə, məsələn hətta Təbrizin özündə onu yeməzdilər. İndi millət onu almağa çətinlik çəkir. Bax bunu haqda Evet. buyurun ki, nə Yani, vəziyyət iqtisadı necə gedir? vallahi Ay Süleyman'ı iktisadın esasında temelinde her şeyden qabaq artık yani müdiriyyət qabağa çıxır indi. Qədim deyərdilər hani sərmayə, təbiət və eyni zamanda iş. İndi demək olar ki müdiriyyət bunların hamısının başında gəlir. Ne yazık ki İran'da 46 ildir bu hükümetin elədiği, gördüğü işler belli de ortadadır. Çünkü 46 ilin nəticəsində bu olub ki İran'da pulun artık hiçbir değeri yoktu, milli pulun. Bunun yanında ne bileyim iktisat daralıp bak o elə bir vəziyyət gəlib ki siz dediğiniz kimi artık yani təvərrüm dedikleri ve inflasya dediğimiz o hadise artık çok can yakır. Çok insanın artık yani psikolojik bunalıma girdiklerini biz görürük. İnsanlar artık dursun hələ siz xörəklərə işarə elədiniz, düyüyə, ətə filan və insanların çoxu dava dərmana belə möhtacdırlar. Dava tapamırlar. Yəni bu vəziyyət necə olur ki, rejim bunu ya görmür və ya görməzlikdən gəlir və ya görür də artıq əlindən bir iş gəlmir. Heç olmasa millətdən də hani biz bu işi eləyəmədik, arzumuz bu idi ki, insanları xoşbəxt eləyək, dinin arzusu bu idi ki, insanlar aramış tapsın. Amma olmadı, eləyəmədik, millətdən bir məzrət də istəmirlər, hətta millətə hani zor göstərirlər. Deyirlər ki, yani siz səssiz çıxasınız, biz filan elərik, bəhman elərik, təhdid edirlər insanları və bu çox üzücü bir hadisədir. Və bunun yanında Süleymanı 2-3 tane məsələ vardı ki, hər məmləkət olursa olsun, oranın hamısını çökərdər. Məmləkətdə su yoxdur Süleymanı, su. Tehranın, bax, bugün bir Sueddə bir qazet çıxır, o qazetə baxırdım.
yazıb ki 10 milyonluq daha fazla da ola bilər Tehranın cəmiyyəti. 10 milyonluq şəhər susuzluqdan artıq bilmir neynəsin. Tehranı məqsəd Tehrandır. Özlərinin verdiyi Halbuki amar günüzdə 15 milyon, gecə 10 milyon. Yəni bəli, bunlar özləri deyir. Versin. bəli, bəli. Vaqiət budur ki, bir məmləkətdə ki, su yoxdur, bir məmləkətdə ki, bərq yoxdur, bir məmləkətdə ki, hələ qış gəlir, sabah yox, bir gün qaz yoxdur. Belə bir məmləkətdə iqtisadın hara getdiyini hamımız bilirik. Hər böyük sənaye peş-peşə zərər verir. Hələ taza ərəsiyə gələn bəzi cavan iqtisadçılar da tutturublar ki, biz bilmirəm komünist məmləkətlərdən daha komünistuq, iqtisaddan mənzur onu deyir ki, filan məmləkətlərdən filan kəs, o vaqiət budur ki, bunların heç biri düz deyil. İran iqtisadına ki, mən sizə tərif edən budur ki, Yox, o rantlı bir dövlətin iqtisad. inhisarında olmaq hədəfdir. Bəli, axı dövlətin işi inhisarında deyil, Süleyman iqtisadı İran. İran iqtisadı nəhadlar, orqanların ixtiyarındadır. Dövlətin də ixtiyarında deyil. Onlar o Dövlətin nahadlar xüsusi deyir ki, onlar dövlətin balansında olan zatlar. yox, ay Süleyman, əslində elə deməyək biz, belə deyək ki, bir iqtisaddır ki, mafiya hakimdir o iqtisada. Ay sağ ol. Bax, Bax, düz. Mafiya, oliqarşi deyirlər ona. Oliqarşi yəni siyasətlə iqtisadın birləşməsi oliqarşini ortaya Düz. çıxardar. Bax, Oliqarşi də hakimdir iqtisada. Bənabərin bu iqtisadın gəlişi, gedişi, sadiratı, varidatı bəlli bir qruplar, bəlli bir şirkətlər, bəlli bir orqanların əlindədir. Ki bu orqanların çoxu da nizami orqanlardır. Əcibdir bu ağayı düzdür də fiziki. o ağay Rohanın yadınızda olsa ağay düşdür. Bəli, Deyirdi ki, iki bəli, dövlət vardı. Bir dövlətin əlində tüfəng var, ondan sonra bəli. qüdrət var, filan var. Bir dövlət əlyalındır. Ama buna rağmen ki ağay Rohani ile değildi. Bu yine ağay Pezeshkian da bir şey dedi ki ben de takip elədim. Ben bilmem bu ağay Pezeshkian keşke dönseler öz cerrahi işlerin baksın, ürək cerrahıdır, bilmirəm nə cerrahıdır. Dönse o işe bundan daha iyiydi. Çünkü bu in deyirdi ki bizim nizami nirularımız zamanı cəng bilmem 10 günde 30-40 kilometre yol düzəldirdilər. İndi iqtisada varlı olsunlar. Yəni sizin Ağay Rohanın dediğinin tam tərsinə. Yəni Yok, nizamilər o cür yok. O cür demirdi. Mən biraz ona diqqət elədim. Ay, mən o hakimiyyəti müdafiə eləmirəm ha. Deyirdi ki, biz birdən 30 kilometr caddəni der ərzi 10 gün 15 gün uzat. Bunda niyə istifadə eləmirik bu sazəndəcidə? Bu Ay sazəndəci Süleymani, iqtisad dəstur ilə, fərman ilə, nizami orqanlarla qabağa getməz. düzdür, İqtisadın özünün düzdür. qanunmənliyi vardır. İqtisadı sən nizamilərin əlinə vermək olmaz, heç verilməməlidir də. İqtisadı iqtisadçıların əlinə verirlər. İqtisadı müdirlərin əlinə verirlər. Müdirlər iqtisadı idarə elər və iqtisadı sən nizamilərin əlinə verirsən, zaten belə olar ki, indi olubdur. Bax 40 neçə ildir ağay Haşimi Rəfsəncani Sipahı gəldi iqtisada hakim elədi. İqtisada hakim olan Sipah oldu qərargah Sarəllahı düzəltdilər. Qərargah Xatəmül Ənbiyanı düzəltdilər. Xatəmül Ənbiya sənaye nəfti əlinə aldı, sənaye petroşimini əlinə aldı. Bax, hani Furutqay imam var idi. Furutqay imamı getdi, bağladı. Türkiye şirketləri qaraldı onu işləsin. Dedilər, xeyr, biz bu şirkəti idarə edəcək. Bax, bütün səddsazilər, raqsazilər, saxtamani işlər, bu ticari işlər, hətta alış-veriş, vardat, sadiratda dexalət elədilər və iqtisadı çökərtdilər. Bu nöqtəyə gətirdilər. Milyonlar, milyarlar pul İrandan qaçdı və qaçan bu indi bu günün niyə bu günə düşdü İran? İran dünyanın zəngin məmləkətlərindən biridir.
petrol satırdı, gaz satırdı, bütün imkanlara sahip olan İran niye bu cüne düştü? Elə ona göre düştü ki, nizamiləri gətirdilər, iqtisadını inədilər, hakim elədilər. Ağay Xameneyi fərman hökuməti ilə, eblağiyələrlə hər şeyə dexalət elədi, məxsusən iqtisada dexalət elədi. 100 milyardın üstündə Ağay Xameneyi nəhadha iqtisadda qudrəti var. 100 milyar doların üstündə. Nə bilim, Aslan-ı Quds rəzəbi var. Aslan-ı Quds rəzəbi özünə bir imperatorluqdur. İmperatori Heç hara iqtisadıdır. xərclənir məlum deyil olar. Bravo. Elə mən də mənzurum odur ki, əgər sən iktisat devleti değil, eğer devlet olsa iktisat, yani iktisat sosyalist olsa, devlet olsa, bunlar hesap kitabıyla olar. Yatırdıkları, aldıkları, verdikleri her şey ortaya çıkar. Elə değil Süleymani. Oligarşidir. Yani hükümette olan bazı kişiler, bazı neferler, bazı xanavadeler iktisadın üstüne bile çöküblər, iktisadı sömürürlər. Yani böyle iktisadın canını alırlar. Sen bak, rant iktisadıdır. Galiptir. Taraf pul alıp şey var dilersin. Darı var dilersin. Bilirsen acayip şeyler var deyiblər. Bu bir. İkincisi, yaklaşık 30-40 milyar dolar geçen yıl sadrat olup. Bunun neçə dərsəd İranı qeyd edib bu pul sadratın? Çok az bir miktar İran'a qeyd edib. Və yine Banki Mərkəzinin öz dediklerine göre 16-17 milyar dolar bu yoksullukta İran'dan kaçıp gedib. Bunları devlet, yani iktisadı sosyalisti değil. Bu iktisadı ne sosyalistidir, ne devletidir, ne komünistidir. Hiçbiri değil. Bu iktisadı rantı deyirlər buna. Yani buna iktisadı rantı, iktisadı xanevadegi, iktisadı mafyayı ve iktisadı oligarşi. Bunların məcmuəsi əl-ələ verib və iqtisadı bu günə düşürüb ki, düşürübdür. Məmləkətdə milyonlar insan bekar. Buna rağmen indi hani Həşd Şəbiyə Irak'tan adam getirirler, Suriye'den adam getirirler, hatta Afganistan'dan adam getirirler. Ki vesile neylesinler? Hatta Yombişay karigerini, işçi sınıfının hareketini bastırmak için oradan adamlar getirirler. Yani İran'da bir vəziyyətdir ki, Süleymani, yani rejim bilir ki artık məşruiyyəti yoxdur. Rejim bilir ki artık düzgün bir harekette değil, düzgün bir yolda değil. Her gün bu rejim bir meseleyle karşı karşıya gelip ve gelir. Ağay əcibdir, Ağay Pezeshkian. Ona görə mən bayaq söhbətimdə dedim ki, yaxşı Ağay Pezeshkian dönsün və cərrahi əməllərini görsün. Ağay Pezeshkian bu məmləkətin iqtisadını idarə eləyənmir. İdarə eləyənmədiyi kimi də, kişi kimi də qalxıb da söz vermişdi. Əgər mən 3 ayda, 5 ayda, hani yarım ildə bu məmləkəti sər-o-saman verənməsəm, eləyənməsəm, qabağımı alsalar, istifa edərəm. Ay düşdür, İstifa eləməm. icazə vermirlər. Baxın, bizim buyurun. İfşa eləsin. İcazə vermirlər. Kim icazə vermir? İfşa ay düşdür. Bizim gözümüzün qabağında Ələm Eşqara cadı rəisini özləri öldürdülər. Bəli. Bunu Dəqiqən. yəni bu zatda, bu məmləkətdə rəis cümhurun vəzarət umuru xarica bunun əlində deyil. Buna hamı caddır. Yəni özü də deyir. Bəli, Deyir ki, mən istəyirdim Amerika ilə danışığa gedəm, Amerika ilə sazişə gedəm, ondan sonra mən cad eləyəm. Bunun gücü, yəni bu nə niruhay intizamiyə, nə niruhay nizamiyə, nə iqtisadi məmləkətə, nə cada fəqət bir təşrifatı orada bir rəis cümhurumuz vardı. Yəni heç iş bu rəis cümhura tapşırılmır.
Yəni o Axı diktatorluq o düzdür, qədər Ayşe. zatdır. Qəşəng biz siz dediniz. Dediniz zat iqtisad dövlətin əlində deyil ki. Oliqarşi sistemi ki vardı. O çox gözəl və əslən istilah Bəli, işlətdiniz ki, mənə çox təzəlici var idi ki, bu oliqarşi sistemi. Həqiqətən mən bu cür fikirləşməmişdim ki, heç oliqarşi, bu düz deyirsiniz də, oliqarşi. bəli, bəli. Milyonlar pul, milyarlar pul hara gedir? Ayşe Süleyman, mənim yəni nəqdim bu şahid Pezeşkiyana, xop haqq sizinlədir. Siz dediyiniz kimidir, icazə vermirlər. Amma bax bilirsiniz Ayşe Süleymanı, Pezeşkiyanla zadın Xameneinin fərqi budur ki, Xameneyi intisabıdır, intihabı deyil. Əgər intihabı da olsa, Məclis Xəbərqan tərəfindən ki, adın qoyulur Məclis Özləri Xəbərqan, intisab öz eləyiblər ölkədə. onu da. Bəli, ağay Pezeşkiyan bir istilah intikab olub. Yəni millət tərəfindən seçilib. O intihabı da, o birisi intisabıdır. Bu intikab olan millətə məsuliyyəti var millətə. Və millət tərəfindən, yəni milyonlar insan gedib belə bunu intikab ediblər. Bunu intikab edən insanlar bundan təvəqqüsü var. Qardaş, gəl vaqiyyətləri de. Artıq bilirəm, canından bəlkə qorxursan. Bəlkə səndə ay rəisi kimi, diğerləri kimi yox eləyərlər. Gerçi ay rəisi de zaten bilirsiniz, bunların öz adamları idi. İndi necə oldu? Tarıq məsrəfi qurtarmışdı. Dedilər, yox eləyək filan bəhman. Vaqiyyət budur ki, ay Ay Pezeşkan başda gedir dedi. rəisinin anasıyla görməyə, deyir məbada helikopterə minəsən ha, səni də öldürərlər. Xop, pəs bənabərin demək olar ki, belə bir vəziyyətdə bu insan bu insan açıq deməlidir, qorxmamalıdır. Çünki biləxərə qorxu var, qəbul eləyirəm. Bəlkə canından qorxur, bəlkə imkan vermirlər. Siz dediyiniz şeyləri də kamilən qəbul edirəm. Vəzarət Umur Xaricə Reis Cumhurun əlində deyil, Vəzarət Keşvər Reis Cumhurun əlində deyil. Vəzarəti İqtisad əlində deyil, əlində deyil. vəzirləri intisabidir indi. Bəli, bunlar hamısını qəbul eləyirəm, amma biləxərə bunu millət intiqab eləyib. Bunun fərqi var o Ay birisilərdən. milləti bunlar hesaba qoymurlar ki. Axı bir də sən milləti hesaba qoy, millət onları hesaba qoymur. Bəli, Fərqi indi nədir? yəni Millət o onları hesaba təzad qoymur. yaranıb ha. İndi millətlə zadın hakimiyyətin arasında fasilə var ha. O fasiləni Hı, biz görürük. Yəni o bəli, əgər bunlar millətə hörmət eləsəydilər, millətin istəklərinə hörmətdən baxsaydılar, bu fasilə, bu uçurum ki yaranıbdı dövlətlə millətin arasında, əlbəttə dövlətlə yox, hakimiyyətlə zadın arasında, millətin arasında o şikafi ki görürük, o uçurumu ki görürük, o yaranmazdı. bəli, haqlısınız, qəbul edirəm. Ay Süleyman, bilirsiniz, bir də onu təkrarlayım ki, mən iqtisadın bir qanunməndiliyi var. İqtisad özünün qanunu var. İqtisadı fərmanla, dəsturla, iblağiyyə ilə idarə etmək mümkün deyil. Ayrı cavablar verər. İqtisadın özünün bir qanunməndiliyi var. Və iqtisada dexalət də eləmək olmaz. Ya gəlib deyəsən ki, millət özü, hər işi özü görsün, dövlət də çəkilsin, fəqət nəzarət eləsin. O bir yoldur. Ki, siz Amerikada yaşayırsınız, dövlətin iqtisadda çox qüdrəti yoxdur. Şirkətlər var, şirkətlər hər şeyi idarə edir, dövlət fəqət nəzarət edir. Bu bir yoldur. Bir yol budur ki, dövlət Yəni iqtisaddan bax bir, müdaxilə iki edir. dənə bizim iqtisadımız vardı. Ya iqtisadı azaddır, ya iqtisadı sosialistdir. Yox, İkinci, var. ortada yoxdur bir şey. Yox, niyə? Bir də karma iqtisad dediyimiz iqtisadı müxtəlif var. Ki, sosial demokratlar təməlli ona dayanır. O da gənə də o Məsələn, onlar deyirlər ki, fərz eləyək ki, müxtəlif iqtisadçılar deyir ki, o tərəfdaran o iqtisadı sosial demokrasi deyir, bəzi işlər vardır ki, onlarda sudavəri yoxdur. Məsələn, Behdaşda, dərmanda. Yaxşısı budur ki, dövlətin imkanları o zatda, onlara o deyirlər Behdaş məsələsində məsrəfi orqanlarda.
Hətta biləxərə karma ekonomi deyirlər, iqtisadi müxtəlif deyirlər və ya fərz eləyək ki, qatar rahən, şosa yolları ayrı, rahən yollarını dövlət kontrolünə alsın, fərhəngi dövlət kontrolünə alsın, nə bilim, sağlığı, səlamətçiliyi dövlət kontrolünə alsın, bimarıstanları dövlət idarə eləsin. Onlar ki, mesela məsrəfidir dediğiniz kimi, onları dövlət idarə eləsin və dövlət kontrolündə olsun ki, insanın sağlığı bozulmasın. İnsanlar pulsuzluqdan dünən bir xəbər oxudum ki, vaqəən şərmavərdir. İnsan 21-ci əsrdə belə bir şey. Tərəf deyir, getmişəm dava alım, pulum yoxdur davanın hamısını alım. Deyirəm, yarısını ver. Yəni, dava ki, almalıdır, deyirəm, yarısını ver. Dörddə birin ver. Yəni, dörddə biri qədər pulu var. Çox pulu yoxdur ki, davaların hamısını alsın. Ona görə sosial demokrasilerde veya iktisadi mesela muhtelette bu şeyler, mesela Suud'de bu devletin kontrolündedir. Suud'de hani darphaneler, hususi doktorlar da vardı ama çok doktorların bimari hadiselerinin sağlık, selametlik mesela organlarının çoxu devlete kontrolündedir. Ve millet de bunun için maliyat verir ve devletten de beklentileri var. Ve bəzi şeyler de yine devlet kontrolündedir. Ama Amerika'da belə deyil. Amerika'da siz orada bilirsiniz, her şey azattır. Ne mi neyliysen elə. Hatta Elə elbette orada da Trump'la zadın arasında, demokratların arasındaki əlan o ziddiyyət vardı. Elə bax bu siz sürtüşme var ben. dediniz məsələnin bir hissəsinin mövzusudur. O mövzu Bəli, ki, bəli, bəli, Amerikada bəli, əlanzad bəli. olunur. Əlan bir ay 35 günə yaxın dövlət tətil oldu. Niyə? Bətil oldu. Bu ki inşuranslara, yəni bimələrə verirdilər və bimələr support eləyirdi. Onun üstündə bir ziddiyyət var idi. Bəli, Məsələn, bəli, bəli. yemək ki verirdilər, food stamp deyirlər. Həmin o pulu ki ixtisas vermişdilər, onun demokratlar deyir biz verək, zatlar deyir ki, cumhurixahlar deyir yox verməyək. Və bunun üstündə Bəllidir o, ziddiyyət, bəli. yəni vardı. Bütün dövlətlərdə bu məsələlər vardı. Vəli Avropada o cür deyil, siz deyən kimidir. Bəli. Falan dediğiniz kimi vaqiyyət odur ki, yoksul insanlar var, ister Amerika'da, ister Ariye'de çalışma imkanı yoktur. Eləyənmir, iş tapsın, eləyənmir, Ya o uşağı öz çoxdur, başına yetirə bırakırlar. bilmir. Bəli, ona görə onlara köməklə olunmalıdır. Avropanın çox məmləkəti zaten elə bu dövlətlər ki, Avropada təşkil edir. Əlbəttə, dövlətlər milləti nümayəndəcilik eləyir. Və çox milləti nümayəndəcilik eləyir, millətdən də söz eşidir. Və millətə verdiyi sözü də məcburdur tutsun. Demokrasinin əsası budur. Millət gəlir bir dövlət təyin edir, dövlət də məcburdur o millətə köməklik eləsin. Qarşısında dövlət də nə arı vəziri, vəkili bir hüquq alır ki, millətə xidmət eləsin. Yəni, dövlət millətin xidmətindədir. Mütəəssifanə İran kimi yerdə millət dövlətin xidmətindədir. Yəni, millət əcibdir. Başın qozuyur, başını tap deyirlər. Səsin çıxardır, səsin boğurlar. Yəni, hər işçi görür, dövlətlə qarşı-qarşıya gəlir. Əgər dövlət, yəni becan ki, dövlət millətlə yan-yana gəlsin, millətlə bərabər gəlsin, dövlət sanki millətin qabağında durub, millətin istədiyinin əksini edir. Və bu da mütəəssifanə, bu da bahis olub ki, Ay Süleymani, İranda dövlətin məşruiyyəti artıq yoxdur. İran dövlət, yəni nizam-ı cumhuri, İslami və nizam-ı vilayət artıq çökübdür. Bu artıq işləmir. Bu işləmədiyini də biz hər şeydə görürük. Harda görürük? İqtisadda görürük. İqtisad nə vəziyyətdədir? Təvərrüm var. Dünyada təvərrümdə aşağı yuxarı birinci yoxdur. Bizdən sonra nə biləm, 2 dənə Afriqayı məmləkət gəlir. Amma biz 3-cü yox aşağıdan. Yəni, rüşd iqtisadı 10-15 ildir Süleyman, rüşd iqtisadı yoxdur. Rüşd iqtisadı olmayan bir məmləkətdə işsizlik başlar. İşsizlik olan məmləkətdə namülayimat ictimai başlar.
Bohran başlar. Ne bileyim təlaqlar çoxalar. Və aclıqlar çoxalar. Hani bacgiri, zurgiri xiyabanlarda qəmi ilə Xiyabanda adamların ay tutub düşür. başını. Zaten Bəli, bir tane kuşiden ötürü, bir tane telefon bəli, bu kuşusundan ötürü adam öldürürler. bəli. Bu ittifaqın nəyi göstərir? Bu vəzi iqtisadını göstərir ki, İranda Buhran-ı vəzi iqtisadı iktisadi ki o qədər camiada var onu bohrandadır. Və gösterir. dəqiqən, dəqiqən. Və bu çözülməz, çünki bu rejimin o istitaəti yoxdur, bu rejimin o qüdrəti yoxdur ki, eləyə bilsin camiəni müdiriyyət eləsin. Camiə bu rejimdən söz qəbul eləmir, gündən-günə camiə bu rejimdən uzaqlaşıb, bu rejimdə öz işini görür. Fərz edək ki, hani biz atasözü var da bizim öz sözümüz. Taziyə deyir, dovşana deyir qaç, taziyə deyir tut. Yəni millət qaçır, bu da onların dalınca onları tutmaq üçün əlindən gələn hər işi görür. Və mütəəssifanə bu vəziyyət də iqtisadda neyinir? İqtisadda naəmni yaradır. Sərmayədar o yerdə sərmayəsini işə aparar ki, etminan olsun sərmayəsi əmniyyətdədir. Sərmayəsi əmniyyətdə olmayan bir sərmayədar heç bir yerdə yatırıma getməz. Neynər? Yatırıma getməz. Amma pulunun ərzişini qorumaq üçün gedər dolar alar. Pulunun ərzişini qorumaq üçün gedər qızıl alar. Pulunun ərzişini qorumaq üçün gedər bəzi işlər görər ki, bu toliddə heç bir təsiri olmaz. Toliddə təsiri olmadığı gibi qiymətlərin gündən-günə yüksəlir. Qiymətlər gündən-günə artar və bu günə düşər ki, İran düşübdür. Bax, Ay Süleyman, 10-15 ildir rüşd iqtisadi sıfırdır İranda. Rüşd iqtisadi rüşd yoxdur. Bax, sən bir dənə məmləkət, cavan bir məmləkətdir bu məmləkət. Bu məmləkətdə rüşd iqtisadi olmasa faciə olar, faciə ki, olubdur. Bax, indi hani sözdə keçəndə vəzir nəft deyir ki, 1.400.000 boşqa nəft satırıq. Xob, əgər 1.400.000 boşqa nəft satırsınız, bunun pulu hara gedir? Bunun pulu hardadır? Petroşimi 30-40 milyar dolar petroşimi məhsulatı satırıq. Əgər satırsınız, bu pul hara gedir? Hardadır bu pul? Və yenə də bu rejimin böyük başının böyük bəlası budur ki, Süleyman. Arzusu buydu, Ay Xomeyni'nin de arzusu buydu. İmparatoriye Şii kursunlar dünyada. İmparatoriye Şii. O İmparatoriye Şii başımıza bəla olub. Hovslərdən tut, Həşd-ü Şəbi Irağı, nə bilim Suriyyəni, Lubnanı, bunları bəsləmək üçün milyarlar pul gedib. Milyarlar pul getdiyi üçün məmləkətin içində pul qalmayıb ki, sən nə eləyəsən, tolidə təbdil eləyəsən. Nə bilim, hətta dursun tolidə təbdil eləmək, qədimki maşinalatı tazalamaq. Bu özü bir dənə faciədir. Qədimi maşinalatı tazalamaq üçün pul yoxdur. Bax, əgər bir karxana hər neçə ildə o əbzar, ədəvat tolidi tazalanmasa, değişməsə, Ay düşdür. Bilirsiniz, özləri deyirlər, özlərinin etirafı əsasında lüləçəşiyə Tehran, Tehranın su lülələri, su durbaları ki vardı, o şah zamanından qalandı və 30% su ki şəbəkiyə varid olur, o hədər gedir. böyle bağıyət göstər. İqtisad İran'dan tərif Lülə, edir. zaten neftin teknolojisi Şah zamanının Bəli, teknolojisidir. Özləri deyirlər 120 milyard. Yəni bir ilin zadı bunlar. Bərq həmin zamanın tövsəsi tapıb ki, həmin zamanın bəli. bərqidir. Qoy bunların tək bunların görsən, İranın iqtisadını istəsən tozih verəsən, İranın iqtisadını istəsən ifşa eləyəsən. Bunlar yeyibdir, bunlar ki, yeyibdir fəqət. Bəli. Yəni, hani 100 il ittifaqın keçəndə Hərəm İmam Hüseynə qoyduqları xərci ki var, xərci ki qoyubdular, 100 milyarddan artıqdır.
100 Bəli, milyard bəli, dolar ha. bəli, Nə bəli, bəli, 25 hektar mərmərdən ondan sonra nə onun saxtamanları mərmər İrandan gedib orada zat bəli, tikiblər. Bir dənə səhnə tikiblər. 25 bəli. hektar. Bəli. Hələ bunun yanında axı tək o inşaatlar, hani Nə hektarlar qədər, hələ nə qədər onlara təsisat, mühəndis, bəli, filan, bəli, behman, bəli, ondan sonra nəqşə, ondan sonra orada karıcar işləyib, filan eləyib, hamısı gedib. 100 bəli. milyarddan artıq. Bəs mən abi siz iqtisadi İranı soruşdunuz, bu özü tozih verir. Yəni bu ifşa edir İran iqtisadının vəziyyətini, bu özü göstərir. İqtisadda əgər sən həmişə əbzar tövlidi yenilətməsin, tazalamasın, iqtisad qabağa getməz. Bax illərdir ki Ya artıq bir dənə pul ki ixtisas tapıbdı Hizbullaha. Əgər bəli, İranda onu behdaşda zad eləsəydilər, xərcləsəydilər, bir adam bir qəpik lazım deyirdi pul verə behdaşda. bəli, Hamı dəqiqən. müftə orada zaten nədir? İttifaqən, Əməl cərrahidən tutdu. Ürək bəli. zadından, beyindən, ondan hər Ay nə Süleyman, iş görərdi, ittifaqən müftə olardı. axı gəlibdir ki, qanun əsası sənəddir millətlə hökumət arasında. Yəni hökumət bər əsası qanun əsası gərək məmləkəti müdiriyyət edir. Orada heç olmasa iki şey müşəxəs olub. Çox şeylər müşəxəs olub. Heç olmasa iki dənə şey müşəxəsdir. Biri Behdaşt rayqandır, biri təhsil rayqan. Nə məmləkətdə təhsil rayqandır, nə Behdaşt rayqandır. Bunlar qanun 30 əsasının az milyon, maddəsidir. 30 milyon keçi şəhərdə, Tehranda yox. Bəli. 30 milyon tümən keçi şəhərdə və bir dənə ibtidaidə, rahnumayda, dəbiristanda oxuyan bir dənə uşaqdan alırlar. Bəli. Xoş, bu da göstərir. Demək yəni bu rejim çökübdür. Artıq bu rejimdə nə iqtisadi hərəkətə keçər, nə ictimai hərəkətdə ola bilər, nə iqtisadi hərəkət ola bilər. Ona görə mən bəzi müqə zorluq çəkirəm ki, bəxtçi istəyirəm yəni tozih. Bilirsiniz, ərqam bir tərəfdə ki, zaten ərqam göstərir, amar göstərir ki, vəziyyət necədir. Amma bunun yanında bəzi adamlar deyir, xop, heç kəs acindən ölmür. Xop, bəli, qəbul edirəm, bəlkə heç kəs acindən ölmür. Amma yenə bu rəqəm mənim dediyim rəqəm deyil. Bu kəlay məclisin dediklerine görə 70% millət xətt fəqrün altında yaşayırlar. Yəni yemək 70%. tapa bilmir də ya. Tapamırlar. Hələ bunun heç olmasa neçə milyonu fəqri mutlaqdır. Fəqri mutlaq yəni aclıq zadındadır, mərzindədir. Yoxdur, yiyənmir, tapanmır. Bunun yanında tək fəqri qəzai deyil, məvaddi qəzai. Fəqri daruyi var, fəqri fərhəngi var. Milyonlarca uşaq mədrəsəni tərk edirlər. Milyonlar uşaq. Milyonlar insan düsturə gedənmirlər. Axı bu vəziyyət iqtisadidir. Bu göstərir bu məmləkəti idarə edənlər hardadır, nə fikirləşirlər, nə düşünürlər. Gecə gündüz namaz qılsınlar, oruç tutsunlar, sinə vursunlar, İmam Hüseynə xəşləsinlər dediği kimi Beynül Hərəmeyn yol çəksinlər İraqda. İraqa İrandan çox yetişirlər bunlar. Yəni İraqa İrandan çox yetişirlər. Əlan zat gedibdi, Sipahın o fərmandehlərindən biri gedibdi ki, zada, Yəmənə, o sərdarlardan. Yəmənə, Nəyə gedibdi? Onlara silah aparıb, onlara silah karxanaları tikir, zavodları tikir. Ondan sonra onlara pulla təmin edir. Onlar İranın malıdır, əmvalıdır da. Bəli. Və buna müqabil bizim Azərbaycanlıları, tək Azərbaycanlılar da bütün İranlıların çoxunu, hələ məxsusən bizim için dildaşıq. Dediğimiz kimi bu iki dostumuzu, iki həmvətənimizi, iki dildaşımızı salıbla zindana, nə iki dildaşımız? Yüzlərcə Azərbaycanlı Yüzlərdən bizim Azərbaycanlılardan zindanda can verir. Zindandadılar.
Bunların da hamısında bir şey var. Bizim hakkımız bu değil ki belə yaşayaq. Biz bundan daha güzel yaşamalıyıq. Biz bundan daha güzel inkişaf etmeliyiz. Düz. Bizim her zadımız var. Niye biz bugüne rejim, sen niye bu milleti bugüne salmışsın? Bizim davamız budur. Yoksa bizim ne paltarla, ne bir adamın diniyle, ne hiçbirinden muhalefetimiz yok. Herkes özü bilir. Demokrasi memlekette herkes özü bilir. Nece yaşayır yaşasın. Biri məscid camiye gider, biri məscidə gider, biri ayrı yerler özü bilər her neyler. Azadlık olsa. Ama bizim meselemiz budur. Siz din adına bu memleketi 46 ilde idare ediyorsunuz ve müteessifane bu idarenin neticesi bu olup ki 21. əsrdə bu vəziyyətə düşmüşük. Ki memlekette su yok da Süleyman'ı. Su olmayan bir yerde yaşam yoktur. Yaşam yani su ile olur. Su olmayan bir yerde yaşam olmaz. Ağaye Pezeshkian'ın ahır sözleri budur ki eğer bu bir ay içerisinde yağış yağmasa, eğer şey olmaz, kar yağmasa, yağış yağmasa biz mecbur Tehran'ı boşaldık. Hara boşaldıracaksınız? Ayrıca demek ki su var. Sen bütün İran'da susuzdu. Təbriz susuzdu. Diğer yerler susuzdu. Sen İran'ı hara boşaltacaksın? 10 milyon, 15 milyon Tehran'ı hara boşaltacaksın? Ne yiyeceksin? Pes Harda bu su var axı? arkadaşlar var. Harda su vardı axı? Harda elə mənim söhbətim o da. Və Harda su var? Hara İranın aparacaqsan? tamamı zatların nə mənədir? Ekosistemin bunlar məhv eləyiblər. Mən biləm. Zatlar deyirlər ki, ekologistlər deyirlər, yəni onlar ki, bu sahədə işləyirlər. Ay düşdür. Çox maraqlıdır. Mən oxuyurdum ki, deyirlər ki, bir 10 santimetr məsələn bir fərz su zadın yerin altında zadı vücuda gəlmək üçün minlər il lazımdır o zad ola. Orada Bəli, bəli. ağa bunlar yeraltı sularımızı bücür aradan aparıbdılar. Deyirlər ki, heç 1000 il səhlidir, 10 bin ildə deyir bu zad olmayacaq, düzəlməyəcək. Yəni Cübran olmaz. İranın Cübran başına olmaz. bir oyun gətiribdilər bunlar. Hı. Heç vaxt bu İran hətta bir dənə gələrlər, bir dənə demokratik bir dənə dövlətin əlinə verələr. Bu demokratik dövlət stabilləşdirək, elə nisbi belə məsələn millət yaşasın da. Bunu 100 ilə düzəldə bilməz. Bəli, bəli. Dəqiqən. Dəqiqən siz iqtisad ilə bu neçə cümlədə xülasə elədiniz. İqtisad yəni bu. İqtisad bu memləkətin yəni vəziyyət iqtisadısın. Siz elə bir neçə cümlə ilə dediniz və bu da göstərir ki, millət çox çətin vəziyyətdə yaşayır. Və Millət əlbəttə yaşayacaq və bunun Bə- pəs bəli. lərzələri sonra məlum olacaq hələ. Fakat bir daha Süleyman'ı bunun yanında bunu da xidmətçə deyim ki, eyni zamanda bazı xanəvadelər və bazı kişilər, bazı insanlar da milyarlara sahib olublar. Yəni Burada gəlib xanəvadələr Amerikada halbuki oturubdular. bəli, Ağa bəli, İbtikarın deyirlər şəxsəndirlər. oğlu, ağa xanım Məsumə İbtikarın oğlu. Bəli, Gəlibdilər bəli, zotda, nə mənədir? Burada Amerikanın ən varlı şəhəri, bəli, bəli. Kaliforniyanın şəhərlərində deyir qəşəng zətdə nə mənədir Astin Kuta, ondan şəlvarət geyib, deyir zət nə mənədir 2-3 dənə də bodyguardla gəzir. Bəli, bəli. İttifaqən o iqtisadın vəziyyətini göstərir. O elə göstərir ki, İranda vəziyyət iqtisadi necədir? Zadı da anasıyla dədəsi də deyir mərcbər Amerika. Mərcbər Amerika. O ittifaqən o xanım o səfarətin duvarından yuxarı çıxan xanımdır, Məsum İbtikar. Xanım Meri adını da qoymuş o Xanım zaman. Meri də bəli, eyni zamanda mütərcim idi. Bu xanım Meri özü də Amerikada yaşayıb. Zaten uşaqları da Amerikada dünyaya gəlib. Ona göre onların Amerika'ya pası var. Zaten tek o değil. Hamısı çoxunun uşaqları və xanəvadələrinin çoxu Amerikada yaşayırlar. Laricanilərin bütün xanəvadələrinin böyük bir qrubu Amerikada, Kanadada, İngilistanda yaşayırlar. Hamısı. Hamısı bunların, yəni ədalətsizlik bir tərəfdə var. İqtisadın əsası bir,
əmniyyət iqtisadi verək təmin ola. 2, ədalət təmin ola. Bax, ədalətsizlik olsa, əmniyyət iqtisadi olmasa, əmniyyət ictimai olmasa və qoyulan sərmayə əmniyyət altında olmasa, o məmləkət iqtisadən rüşd eləyənməz. Yəni, yatırım olmasa, sərmayəguzarlıq olmasa, nə iş yaranar, nə tövlid yuxarı gedər, nə də o məmləkətdə stabilitet olar, yəni mesela sobat olar. Bunların heç biri olmasa ki, İranda yoxdur, bəzi iqtisadi vəziyyətin hansı düzeydə olduğunu biz görürük. Bunun yanında Süleymanı, axı tək bir sektor deyil ki, tək bir hovza deyil. Bütün hovzalar bir-birinə bağlıdır, bir-birinə kənətlənib, heç biri yerində oturmayıb. Yəni, nə iqtisadi bir istilah sənəti, hovza sənət, nə hovza saxtamansazi, nə hovza keşavərzi və nə hovza məadən. Bunların heç biri yerində deyil, bunların hamısına bir istilah zahirdə dövlət müdaxilə edib, amma əmələn o bandlar mesela müdaxilə ediblər. Onlar ki, mənfəət peşindədirlər. Onlar ki, istəyirlər bir miqdar pulun əllərində saxlasınlar, bir müddət cinahi əmin oliqarşi də, cinahi iqtisad İran olub cinahi. Cinahi mafya kimi də bir mafya qrupu, oktapus kimi düşüb bu camiənin canına və istədiyi işlərdə görür və heç kəsə də məsuliyyət yoxdur. Biz zahir Süleymanı, bir məmləkətdə azadlıq olmasa, yəni sizin kimi ruznamenəqallar, mətbuatı və allar camiədə azadanə hərəkət eləməsələr, o azadlığı olmasa ki, gedib söksünlər, çıxartsınlar, o şəraiti izah edə, ifşa edə bilsinlər. Əgər o olmazsa, elə vəziyyət elə olar ki, indi olubdur. Bax, illərdir qələmlər sındırıldı, boğazlar kəsildi, dodaqlar tikildi. Bunların hamısının nəticəsi bu oldu ki, iqtisad düşüb bu vəziyyət. Niyə? Çox sadədir. İstibdadın nəticəsi bu olur. Ya istibdad dini, ya diktatoriya şahi, ya diktatoriya məzhəbi nəhayət buraya çatdı. Məmləkəti gətirər ki, gətiribdir. Pəs bənabərin bizim böyük zərbələr yediyimiz hər şeydən başda zərbələr bir istibdaddandır, bir elə bu saxtar siyasidəndir. Bu saxtar ki, mümkün deyil düzələ Süleymanı. 30 neçə ildir tərəf oturub yuxarıda Xameneyi heç kəsə də məsul deyil, heç kəsin də cavabını vermir. Və özü də hər zadın üstündədir. Bayaq siz bir şeye işarə elədiniz. Dediniz ki, Ağac Pezeşkiyan nə Niro intizamiyə hakimdir, nə ərtəşə hakimdir, nə bir şey. Nə iqtisada, nə sipaha, nə heç nə. Yəni bu adam ki, falan heç birində yerinə gətirənmir. Fəqət orada oturubdu, deyir ki, məsələn, vəzarət amuzş pərvəriş, sən müəllim ol, filan elə, sadə durdular. Bu ittifaqın bu hərdən bəzi söhbətləri eləyir, amma bilə-bilə eləyir, bəlkə istədesin, mesela məsuliyyətdən qaçır. Məsələn, deyir, mən məclisdən xahiş edirəm, geçən gündə məclisə getmişdi, məclisdə deyir, mən xahiş edirəm, bəzi nəhadların bütçəsində diqqət edin. O nəhadlar ki, mesela bir şeyləri yoxdur, nəticə vermirlər, o nəhadların bütçəsində. Bu düzəni sən yazırsan da, ay düşdür. Biri bundan soruşa ki, bu düzəni sən məsul deyirsən ya. Əlbəttə, bunu təcrübəmiz var da, keçən dövrələrdə rəisinin dövrəsində nümayəndələr roç dedilər ki, rəisi məclisin haqqı yoxdur. Deyir, zadı silib, nədir? Büdcələri silib, özü yazıbdı. Heç kəs də eşitmədi onun sözün. Bu nümayəndələr çığırdılar, ay qardaş, sənin haqqın yoxdur, ağay rəisi məclis. Sən zad eləyəsən, müdaxilə eləyəsən büdcədə, təsvib olub, çıxıb gedib. Sən o təsvib olan silirsən, ayrı bir şey yazırsan. اتفاقا جالب Şah Süleyman dediğiniz kimi Sazman Bərnamun Bütçənin rəisi
Riyaset Sazmanı Bərnamə Bütçə Dərəyin Rəis Cumhurun müavinidir. Bəli. İkisi, biləxərə əgər bu bütçə Sazman Bərnamə Bütçədə təsvib olur, komisyonlar tərəfində, komitələr tərəfindən təsvib olur, hələ gəlir məclisə, məclisdə komisyon etilafı var. Bir böyük bir komisyondur ki, o komisyonda bu bütçənin rəqəmləri danışılır. Axı sən ittifaqın bu neçə gün sonra bu bütçə verilməlidir 15 Azərə qədər gələn 1405-ci ilin bütçəsi məclisə verilməlidir. Biləxərə bu bütçəni Ağay Pezeşkan hazırlayıb və ya onun dar dəstəsi hazırlayıb və ya onun Sazman Bərnamə Bütçəsi hazırlayıb ki, müavini Reis Cumhurdur eyni zamanda. Görək kimə deyir? Yəni bu niyə məclisə deyir? Dediyiniz kimi niyə özü bunu şey eləmir? Özünün Yəni əlində deyil nəzarət axı. edən- Buna bu haqqı yoxdur axı. Deyək ki, məsələn, Xameneyinin qardaşına niyə? Hətta Adilə niyə? Bəli. Hətta Adilin büdcəsini kəsə bilər bu. Bəli, bəli, bəli. Misbah, ölən Misbah Yazdının da qalan bütçəsi var. Xomeyninin qəbrinin bütçəsi var. Hələ ora pulla tökülən pullar başqa. Milyarlar xərclənir Baba Süleymanı. O qəbr sahəni ayaqda durması üçün milyarlar xərclənir. Xümeyninin bir dənə büdcəsi yoxdur ki, ay. Bəli, bəli. Asar İmam Xümeyninin bir büdcəsi vardı. Hərəmizin bir Quya hərəmin bir büdcəsi vardı. Ondan sonra nəm Zadın Seyid Həsənin özünün bir büdcəsi vardı. Bunlar Baba Süleymanı bir şey desem şayet təəccüb eləsiniz. Əlbəttə bəlkə demişik qabaq şeydə. Helal mah Ramazan ildə bir ayda. Nə vaxt ay görülən bəli, rüyət hilal milyarlar bütçəsi var. Məmləkətdə milyonlar insan evsiz, parsız qalıblar, şüşədə qalıblar. Bir neçə nəfərə, mollalara pul verilir ki, bunlar baxsınlar, görsünlər ki, ayda. Onların hamısı yerini alar. Onlar bir ədəd deyil. Xoğusilərin zadının qabağında, nə mənədir, büdcəsinin qabağında, Hizbullahın büdcəsinin qabağında, Qəzzənin büdcəsinin qabağında bunlar bir rəqəm deyil. Bəli, 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 onlar daha Bunlar daha Həşədül Şəbinin bir 10 dənə fəqət nə mənədir, terroristi qrup fəqət Əraqda bunlar təşkil verir. Kətayib Allah, nəm Kətayib, nəm Əliyullah, nəm nəmənəm, filan, behman bunlar gəlir. Bəli, ittifaqın ona görə siz iqtisaddan soruşursunuz, iqtisad planını zaten göstərir ki, məmləkətdə tolid olan pul harda xərclənir və niyə məmləkət öz iqtisadını doğrultanmır? Niyə belin doğrultanmır? Niyə bu iqtisad canlanmır? Niyə bu iqtisad qabağa getmir? Niyə rüşd iqtisadi sıfırda qalır? Dəlili budur ki, bu xərclənən pullar bəlli deyil harda xərclənir. Dediyiniz kimi ya Hizbullah'a gedir, ya Şəbiyə gedir və ya Husilərə gedir və ya hətta Afqanistana bəzi yerlərə gedir ki, bizim xəbərimiz yoxdur. Nə bilim, Afrikanın filan məmləkətində neçə dənə məscid-i şiə düzəldiblər. Kim düzəldib? İran düzəldib. Bütçəsi İrandan gedir. Bunlar hamısı bəllidir ki, belə bir vəziyyətdə iqtisad o nöqtəyə yetişir. Tahiləndə bu əzzat məscid dişdirir. Bəli, məscid-i şiə düzəldiblər. Ki, neçə nəfər müsəlmanlardan, sünni müsəlmanlardan şiə təbdil eləsinlər. Və mütəəssifانه, bəli, mütəəssifانه bu iqtisad heç yaxşı getmir və getməsi də mümkün deyil bir yerdə. Dəlil də budur ki, Süleymanı. Zaten ərz elədim 2 dəqiqə, 3 dəqiqə bundan qabaq ki, bir yerdə sobat olmasa, millətlə dövlətin arası gündən-günə açılırsa, nə millət dövlətə qulaq assa, nə dövlət millətin sözünə baxsa, elə vəziyyət belə olar ki, indi İranda olubdur. İndi fəqət bu rejim öz qüdrətini dayanıraq, yəni öz adamlarına dayanıraq, onları bəsləyir, onları böyüdür, onları yedirdir ki, fəqət bu rejimi ayaqda saxlasınlar. Və belə bir vəziyyətdə iqtisad gündən-günə daha da vəziyyəti pis olacaq. Ay, 5 dəqiqə vaxtımız qalır, xahiş edirəm cəmbəndi.
Ay Süleyman, valla söhbətlər çox pərakəndə oldu. Təbiidir, bütün vəziyyət belədir. İranın iqtisadi 1300, 1405-də daha da çətinlik günlər gözləyirik. Daha da çətin günlər olacaq. Bir, bu önümüzdəki bir iki ayda qış gəlir. Qışda qazın olmayışı, zaten bərqin olmayışı necə neçə dənə karxanəni bağlatdı. Qazın da olmaması yine neçə karxanəni bağladacaq. Bunun yanında tətil edəcək. Yəni iş toğlikdən duracaqlar. Bunun yanında susuzluq da ki ayrı bir hadisə. Bunlar hamısı əl-ələ verərək dediğiniz kimi siz müqəddəmədə dediniz, qiymətləri kontroldan çıxıbdı artıq qiymətlər. Səhər bir qiymət, nahardan sonra ayrı bir qiymət. Yəni artıq millət bütün mübarizəsi budur ki, mən hardan ucuz bir şey tapa bilirəm ki, yiyeyim. Hardan ucuz bir şey tapa bilirəm ki, özümü doyurum. Artıq yəni hani o keyfiyyət məsələsi deyil, kəmiyyət məsələsidir. Mən hardan bir şey tapım ki, qarnımı doyurum. Yəni bu da göstərir ki, bu rejim bu adı ilə, bu sanı ilə qurulan 46 ildə heç bu millətə gətirməyib, ölüm gətirib, fəlakət gətirib, cəng gətirib. Bax, keçən həftə 10 gün bundan qabaq Sədd çərəkdə 74 dənə cənazə tapıblar. Ay İndi düşün, bəlli çox deyil ki, bu maraqlıdır ki, o etirazda bir iddialar ki itibdi, onların çoxu o adamlardan. bəlli, yəni bunlar hamısı göstərir ki, bu rejim eyni zamanda zalimdir. Eyni zamanda əvail inqilabda bilirsiniz neçə nəfəri, minlər insanı edam elədilər. Amma hələ deyək o inqilabi şərait idi bəlkə bir yerdə. O itmiş adamların ki cənazəsi tapılmırdı deyildi. Zat oru 74 nəfər orada cənazə çıxdı. Galipdir ki o xəbərnigar ki bunları bir istilah yazmışdı, onu da tutublar. Yəni məmləkətdə ifşa edən hər insan tutulur. İfşa edən hər insan beslə sorğu sual məruz qalır. Ki sən niyə ifşa elədin, niyə dedin, niyə əks çəkdin, niyə xəbər verdin? Axı necə olacaq bu vəziyyət, nə olacaq? Kimə xidmət edirsiniz? Orqanlar. Kimə xidmət edirsiniz? Dövlətdən hüquq alanlar. Siz o millətin puludur. Ağay Sipahi, ağay Bəsici, ağay Nizami, ağay mesela əmniyyəti. Sənin verdiğin bu milletin pulu ilə idarə olunursan. Sən ailə və uşağı və arvadı və xanəvadı və bu milletin pulu ilə çörək getirirsən. Sən pişirəmə o çörəyi ay Xameneyi verir. Sən o çörəyi filan orqan verir. Xeyr, sən o çörəyi bu millət verirsən, bu millətə qarşı məsulsan. Haqqın yoxdur milləti tapdayasan. Haqqın yoxdur millətin haqqını paymal eləyəsən. Haqqın yoxdur milləti dediyim kimi aparasan, şeye salasan, barajlara salasan, səddlərə salasan və yox eləyəsən. Və asar dolardan qalmaya. Sən bu haqqa sahib deyilsən. Vicdanın oyansın. Vicdanın oyansın. Bax gör nə edirsən. Bax gör kimə xidmət edirsən. Bax gör ki məmləkəti kimlər tərəfindən məmləkət idarə olunur. Və bu idarə edənlər aya millətin xidmətindədir. Axı sən nə demək yəni Azərbaycanın cavanlarını tutasan, salasan zindanı 2 nəfərdə etisabı qazı eləyər. O etisabı qazı eləyənlərin bilirsən zindanının ayrı bir yolu yoxdur Süleyman. Bir zindanın tək bir yolu var, etisabı qazı eləyər. Bütün əlləri, qolu, hər şeyi bağlıdır. Azadlığın əlindən almışsan, imkanatın əlindən almışsan. Heç sada mütəvəssil olanmaz ki, haqq öz sözün desin. Tək bir şey qalar, yəni canını xətərə salır. Yəni məcburdur fəqət etisabla, etisab qazı ilə, yeməmaq ilə neynəsin öz səsini eşiyə çıxarda bilsin, səsini ayrılanlara çatdıra bilsin. Tək yol odur. Bax sən nə haqqına belə insanları bu günə salmışsan ki, adam məcbur olsun, öz canını xətərə alsın ki, sözünü yetirə bilsin.
sözünüzün de o duvarların o tərəfinə Bəli, çatdırsın. çox sağ ol Aydır. Təşəkkür Başlayın. edirəm. Hər halda gəldiniz, dediniz. Bu hakimiyyət güya bizim hakimiyyətimiz deyil. Bizim millətimizin hakimiyyəti deyil. Həqiqətən o dediyiniz məsələlər biz eyniyyətdə görürük. Camiəmizdə nə baş verir? O Lobnana xərclənən xərc İranın cəmaətına, hərəsinə 10 min dolar ildə verəsən, yəni o bölgələrə ki verirlər, 10 min dolar hərəsinin ailəsi. 10 min doları bu millətin olsa bir ili qəşəng keçinər. 10 min dolar. Yəni biz əmələn görürük ki, bu hakimiyyət bizim millətimizi ad saxlamağa və viran qoymağa və ekolojimizi nabud eləməyə, çevrəmizi nabud eləməyə quya müsəmməmdir. Quya bir dənə bunlara məmuliyyət veribdilər. Gəlcinəm bu məmləkəti qarət elə çıx getsin. Ben haklısın. Hamlen Sağ olun, sağ sizi qalın, ay düşdür. Sizdən də çox məmnunam. başlayın. Sağ Deyirəm ol. ki, gəldiniz, müsafirətdən yorğun da olsunuz. Be hər hal bağışlayın ki, sizi Sağ olun. çəkdik, getdik Çok bura. başlayın. Bu millətimizin xidmətində olaq. Sağ olun, sağ qalın. Sizi Gələn görüşlərə qədər Allah amanında. sağ ol.